əgər biz istəyiriksə böyük hədəflərə, məqsədlərə gedək, yetişək, orada biz böyük imanın yiyəsi olmalıyıq. Etiqadımızda, əqidəmizdə çox möhkəm olmalıyıq. Azacıq məlumatla kifayətlənməməliyik. Azacıq əməllə yekunlaşmamalıyıq. Və ona görə də əziz Allahımız Quran-ı Kərimdə bir dənə qapı açır bizim üstümüzə, üzümüzə. O pəncərəni açır. O da bundan ibarətdir. Buyurur ki, orijinaldan icazə verirsə deyim de, İnna Allaha iştəra minəl mu'mininə ənfusəhum və ənvaləhum. Gəlin məndən ticarət edin. Zaten canınızı, ömrünüzü verirsiniz. Gəlin mənə verin. Və mənə verin dedikdən sonra, həmən ayədən sonra bu ticarət necə baş tuta bilər? Şərtlərin deyir. 9 dənə şərt deyir, qısa deyirəm mən sizə. İlk söz buradan başlayır. Buyurur, bu ticarət istəyirsinizsə alınsın, mənlə istəyirsinizsə ünsiyyətiniz yaransın, iman istəyirsinizsə çoxalsın. İlk şərt ət-taibun. Tövbədən başlayacaqsınız. Tövbə eləyəcəksiniz. Tövbə, yəni ruhda bir inqilab baş verməlidir. Ondan sonra deyir, bu tövbə kifayət eləməyəcək. Əl-abidun, bəndəçilik libasını əyninizə giyməlisiniz. Və belə deyək, bəndəlik rənginə boyanmalısınız. Bəndəçilik qəlbinə düşməlisiniz. Sonra deyir ki, bu da kifayət eləmir. Əl-hamidun, elə ki, bəndə oldunuz, adam bəndə olandan sonra görür ki, ilahi, neymətlərin içində qərq olub səndə, heç xəbərim yox imiş. Bəzi neymətləri görmək üçün insan biraz qədəm qoymalıdır, bəndəçilik eləməlidir. Neymətlərin içində qərq olduğunu görən kimi əl-hamidun, həmd eləməyə başlayır. İlahi, sənə şükür, hansına şükür edeyim, hansına, hansı neymətə. Ondan sonra deyir, əs-saihun, həmdlə də bitməsin məsələ. Gedin, hara gedək? Deyir ki, gedin əhl-i beyt, məsələn, ziyarətlərinə, gedin əhl-i beytlə bağlı olan verilişlərə, məclislərə, əhl-i beytin adına olan yerlərə. Əs-saihunu bəzi müfəssirlər belə izah edir ki, çünki o enerji toplamaq lazımdır, kontakt yaranmalıdır. Kamil insanla ünsiyyət insanın o ruhunu bərpa edir, halını dəyişir. Deyir, sonra bununla da kifayətlənməyin. İbadətinizi göstərin insanlara. Bəzən biraz başqa cür çıxdı. Göstərin, riyakarlıqdan söhbət getmir. Adam bəzi vaxtlar ibadət edir, deyir, yox, mən qoy bilinməsin mənim ibadətim. İndi müəyyən məqsəd nəsə ola bilər, istisna. Amma Allah deyir, yox, öz eşqini mənə izhar elə, qoy görünsün. Niyə gizlin qalmalısan ki? Davamında deyir ki, ər-rakiyun, ruku elə, əs-sacidun, səcdə elə. Ondan sonra deyir, aha, ruku, səcdə biraz başvu qatar, cəmiyyətdən qopub, inzivaya çəkilib, mağaraya gedərsən, əl-amirunə bil-məruf və nahunə anil-münkər. Cəmiyyəti unutmayacaqsan. Cəmiyyətə təcrid olmayacaqsan. İndi bu gözəlliyə insanlara dəvət edəcəksən. Bu haqqa, həqiqəti insanlara göstərəcəksən. Və davamında da buyurur, vəl-hafizunə li-hududillah, bitdi. Buyurur ki, Allahın həddlərini, ilahi dəyərləri qorumağa çalışacaqsan. Onları qoruyacaqsan. Sonda nə deyir? Bəşşir elə müminin. Belə iman əhlinə müjdə olsun. Mənim müjdəm sizədir. Yəni, sanki Allah Teala deyir ki, bax, istəyirsənsə, başlamısansa, tövbə ilə düzdür, davam eləyəcəksən. Çünki sənin istəyirsənsə, böyük məqsədlərə yetişəsən, böyük məqsədlərə yetişmək üçün həm imamlarla, kamil insanların ünsiyyətdə olacaqsan, həm xüsusi ibadətlərin olacaq, həm Allah həmd edəcəksən, həm cəmiyyətlə kontaktın olacaq. Bunlar hamısı kompleks, bir yerdə olmalıdır. Kamil insan olmaq istəyənsə, bismillah, buyur, yol buradan keçir. Hə, sən bunları etdikcə, bu həmdlərlə, bu ibadətlərlə, bu ünsiyyətlərlə get-gedə imanın artmağa başlayacaq və gələcəkdə böyük situasiyalarda yıxılmayacaqsan, büdürəməyəcəksən. İmam Səccadın belə bir sözü var, dünya aləm mənə üz çevirsə, əlimdə Quran olsa yetər. Quran yəni Allahla ünsiyyətdir, Allahın kəlamıdır. Yəni mən heç vaxt neynəmərəm, süsləşmərəm.